Qaqa, ağlımda bir dənə fikir var. Nə fikirdir qaqa? Səhər maşını bazara çıxardacaq. Maşını satıb 50 baş qoyun alacaq. Qaqan qəşəng biznes quracaq. Neynəyəsən, ne qoyunları? Qaqa, qoyunları artıb satandan sonra istəsən bu maşından ikisini də alaram. Opşum səhər çıxardıram bazara. Görüm nə olur. Qaqa, bunun bazara çıxartdığına elə internetə qoysan ondan daha gözəl. Qaqa, iş yadıma düşmür. Çək qoydun ha bunu. Yaxşı, çəkim də. Çək qaqa, çək. Qaqa, qiymətini neçə qoyun? Qaqa, qiyməti 7000-dir. Sən 11000 qoyun. Bəlkə bir dənə lox çıxdı. Qaqa, insafın olsun lan. 11.000 buna çoxdur. Bu motoru yığılmalıdır. Karafkasında problem var. Mostu səs eləyir. Qaqa, yaz o qədər lox var ki, biri gələcək. Yaz deyəsən yazım da özün bilərsən. Qaqa, sən nəyə baxsan bayaqdan telefonda? Heç nə, internetdə maşın şəkillərinə baxıram. Maşın neysən qaqa? Biraz pulum var idi. Biraz da bankdan pul götürüb üstünü düzəltdim. Maşın alıb taksavatlıq eləmək istəyirəm. Yaxşı fikirdir qaqa, Allah xeyir versin, qəşəng. Çox sağ ol qardaşım. Atik bax gör bu nətər maşındır. Qəşəng maşındır, nömrəsi var. Bir dənə zəncilə gedək baxaq da. Alo, salam Mülük qardaş. Bu elana görə maşınla bağlı zəng eləmişdim. Biz onu harda görüşüb baxa bilərik? Oldu. Yaxşı qardaş, biz gəlirik. Gedək, Natik, gedək. Sağ gün yarısı ya. Bunlar harda qaldı, Natik? Harada olsa gəlirlər qaqa. Gəlirlər. Qardaş, maşın budur, buyurun baxın. Qaqa, belə baxdıq. Açığı baxdıq, yəni başımız çıxmır. Qardaş, yəni maşını mən alıram. Mən də biraz özüm pul yığmışam, biraz da bankdan pul götürmüşəm. Yəni mən bunu almaqda məqsəd odur ki, çörək puluna çıxacam. Qardaş, maşının nə problemi var, bəri başdan deyin, mən bilim. Sonra aramızda narazılıq olmasın. Qardaş, açığı motorunda, karafkasında, mostunda. Qardaş, heç bir problem yoxdur. Alandan sonra yoxlada da bilərsiniz. Qardaş, əlini qulağın dibinə qoy, rahat sürək. Heç nə qardaş, tək ki sən deyən kimi olsun. Bu 6000. Buyur, bu da 5000. Qardaş, gedək nə tarsa, həll eləyək. Xeyirli olsun. Sağ ol. Qardaş, 11.000 buna çox verirsiniz. Qardaş, bunun motorunda da, kalafkasında da, mostunda da problem var. Qardaş, bunun 5.000 xərci var. Natik, mən neyniyim? Heç nə, zəncilə gəlsinə qaytaraq. Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir. Görürsən, 7000'lik maşını 11.000'ə satdım. Belə divijen eləyirlər. Bu heyvanları artırıb satacağım, o maşının 2 qat pulunu qazanacağım. Amma sən düzgün eləmədin. Niyə? Sən o maşının problemi ola, sən yalandan dedin ki, maşın problemsizdir. Üstəlik 7000'lik maşını sən ona 11.000'ə itələdin. Bu insafsızlıqdır. Ay, bu dünya alıb aldatmaq dünyasıdır. Siz elə belə kasıb gəlib, kasıb da gedəsiniz. Səni bilmirəm, amma mən çox narahatam. Biz onun haqqını yedik. Boş şeylərdir, narahat olma. Mən getdim, fermadan muğayət ol.
Yox, nə olub ki? Ferma o tutub yanıb, bütün qoyunlar kül olub. Nə? Bütün qoyunlar kül olub.